Salam, gəlin bir anlıq düşünək. Cibinizdəki o kağız pullar var ha, onların dəyəri daha etibarlıdır, yoxsa min illərdir sərvət rəmzi olan qızılın? Bax, bugün bu çox fundamental sualın cavabını birlikdə axtaracağıq. Görək, bu iki vasitə, belə desək, sabitlik sınağından necə çıxır? Yəni, heç fikirləşmisiniz ki, bugün cibinizdə və ya bank hesabınızda olan pulun alıcılıq qabiliyyəti, yəni gücü, zaman keçdikcə necə dəyişir? Bəlkə də bu ilk baxışdan çox sadə bir sual kimi görünür, amma inanın, bu hər birimizin maliyyə gələcəyi üçün sandığınızdan qat-qat vacib bir məsələdir. Deməli, müqayisəmizin iki əsas tərəfi var. Bir tərəfdə hər gün istifadə etdiyimiz, alış-veriş etdiyimiz müasir pul. O biri tərəfdə isə bütün sivilizasiyalar boyu dəyərini qoruyub saxlamış o əbədi qızıl. Yaxşı, bəs onları bir-birindən ayıran o fundamental, o ən əsas cəhət nədir? Gəlin elə ən birinci və bəlkə də ən fundamental fərqdən başlayaq, pul və qızıl necə yaranır, necə əmələ gəlir. Bax, elə bu məsələ onların sabitliyinə birbaşa kökündən təsir edir. Əslində, bütün fərqin kökündə dayanan çox sadə, amma çox güclü bir həqiqət var. Pul, insan qərarı ilə süni şəkildə yaradılır. Qızıl isə təbiətin öz qanunları ilə məhdudlaşdırılıb. Bax, bu bircə fərq onların dəyər hekayəsində inanın ki, hər şey dəyişir. Yəni, hökumətlər və mərkəzi banklar sadəcə bir qərarla istədikləri qədər pul təklifini artıra bilirlər. Söhbət milyardlardan, hətta trilyonlardan gedir. Bu yeni pullar çox asanlıqla çap olunur və bir anda bütün sistemə, dövriyyəyə daxil olur. Bu isə bizi iqtisadiyyatın ən təməl qanunlarından birinə gətirib çıxarır. Təklif qanunu. Çox sadədir. Bazarda bir şeydən nə qədər çox olsa, onun dəyəri bir o qədər aşağı düşür. Və pul da təbii ki, istisna deyil. Nə qədər çox pul çap olunursa, sizin əlinizdəki hər bir manatla təəssüf ki, bir o qədər az şey almaq mümkün olur. Biz də buna nə deyirik? İnflyasiya. İndi gələk qızıla. Pulun bu qədər asan yaradılmasının tam əksinə qızılın əldə edilməsi. Bu, çox çətin, çox bahalı və ciddi fiziki zəhmət tələb edən bir prosesdir. Unutmayaq ki, dünyadakı qızılın miqdarı məhduddur. Onu istədiyin qədər artıra bilməzsən. İllik artım belə çox cüzidir. Yaxşı, davam edək. İndi gəlin biraz daha dərinə gedək və dəyərin əsl mənbəyinə baxaq. Yəni, bu aktivlərin hər biri öz dəyərini hardan alır? Cavab əslində onların təbiətində gizlənib. Biri tamamilə etibara söykənir, digəri isə maddi, fiziki varlığa. Bir düşünün, qızılın dəyəri 5000 ildən çoxdur ki, insanlıq tərəfindən qəbul olunur. Təsəvvür edin, qədim Mısır fironlarından tutmuş, Roma imperatorlarına, İpək yolu tacirlərinə, ta gəlib bugünün müasir investorlarına qədər. Qızıl həmişə etibarlı bir sərvət anbarı, bir dəyər ölçüsü olaraq qalıb. Tarix səhnəsindən kimlər gəlib, kimlər getməyib ki, nə qədər imperiyalar yaranıb və dağılıb, nə qədər fərqli valyutalar dövriyyəyə buraxılıb və sonra yox olub. Amma bütün bu fırtınaların, bu dəyişikliklərin ortasında qızıl sanki bir qaya kimi, həmişə etibarlı bir sığınacaq olaraq öz dəyərini qoruyub. İndi gələk bugün istifadə etdiyimiz pula, yəni fiat pula. Baxın, bunun dəyəri o kağızın özündə deyil. Onun bütün dəyəri sadəcə bir vədə, bir sözə, dövlətin bu kağız parçasının dəyəri var deməsinə və bizim də buna inanmağımıza əsaslanır. Və fiat pulun ən zəif nöqtəsi, onun Ahilles dabanı da elə məhz budur. Əgər insanlar hər hansı bir səbəbdən hökumətə, iqtisadiyyata olan inamını, etibarını itirərsə, o zaman adi bir kağız parçasına bənzəyən bu pul çox sürətlə dəyərdən düşə bilər. Çünki, təkrar edirəm, onun bütün təməli məhz bu inam üzərində qurulub. Bitmədi. Bir başqa vacib fərq də var. Bilirsiniz, müasir pul sistemi borc və kredit üzərində qurulub. Yəni, hər dəfə banklar kredit verəndə əslində yeni pul yaradırlar. Qızıl isə, qızıl bu sistemdən tamamilə kənardadır, tamamilə müstəqildir. O kiminsə borcu deyil, o özü real, fiziki bir aktivdir. Yaxşı, bütün bu danışdıqlarımızı indi gəlin bir araya gətirək və görək, bu iki vasitə son həlledici sabitlik testindən necə keçir? Fakt budur ki, zaman keçdikcə pulun dəyərini yiyən amansız bir düşməni var, inflyasiya. Daim çap olunan, miqdarı artan pul zamanla öz alıcılıq gücünü, yəni sizin sərvətinizi yavaş-yavaş əridir. Beləliklə, gəlin bütün fərqləri son bir dəfə ümumiləşdirək.
Bir tərəfdə nə var? Miqdarı limitsiz, bir düymə ilə çap edilən və dəyəri tamamilə dövlətə olan inamdan asılı olan pul. O biri tərəfdə nə var? Miqdarı təbii olaraq məhdud, böyük zəhmətlə çıxarılan və dəyəri öz maddi varlığında olan qızıl. Məncə, sabitlik testinin nəticəsi artıq çox aydındır. Əgər bütün bu izahdan yadda saxlamaq üçün sadəcə bir cümlə seçməli olsanız, o cümlə bu olmalıdır. Pul çap edilir, qızıl isə yox. Bax, bütün hekayənin, bütün fərqin özəyi elə bu sadə həqiqətdir. Yekunlaşdırsaq, nəticə budur. Bəli, pul gündəlik həyat üçün, alış-veriş üçün çox rahatdır, çox əlverişlidir. Amma uzun müddətdə dəyər saxlamaq üçün o qədər də sabit deyil. Qızıl isə çap edilmir, min illərin sınağından çıxıb və dəyərini qoruma qabiliyyətini dəfələrlə sübut edib. Və beləliklə sizi bir sualla baş-başa buraxıram. Bu qədər dəyişkən, bu qədər qeyri-müəyyən bir iqtisadi dünyada siz öz sərvətinizi uzun müddətli qorumaq üçün hansı vasitəyə daha çox güvənərdiniz? Verdiyiniz cavab sizin maliyyə gələcəyinizi birbaşa şəkilləndirə bilər.